Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün hədəf kurslarında növbəti sınav imtahanı, buraxılış sınav imtahanı 5 keçirildi. Bütün siniflər üzrə izahı YouTube-a yükləmişəm. Bu da 9-cu sinif üzrə izahdır. E, Yalnız listening cavablarını deyəcəm. Videonun aşağı hissəsində imtahanın PDF forması və dinləmə mətninin link vasitəsilə yerləşdirmişəm. Oradan daxil olub əldə edə bilərsiniz. Kanala abunə olmağı unutmuruq. Başlayaq birinci listening cavablarımıza baxaq. Mətnimiz nə haqqındaydı? Recycling system in Tayvan. Tayvanda təkrar emal sistemi. Bir daha bəndidir. 2-də nə deyirdi? People pay for waste which they cannot recycle. Cümlənin ardını tamamlamalıyıq. So they try to less plastic. To use less plastic. 2-də cümlənin ardı D bəndi olur. Üçüncü suala baxaq. Why do producer and importers pay money? Yəni bu istehsalçılar və idxalçılar niyə pul ödəyirdilər? Çünki onlar da plastik tullantı üçün məsuliyyət daşıyırdılar. Because they are responsible for plastic waste deyir mətndə. 4-də true false-lara baxaq. The government doesn't support the private. Bu səhvdir. The government supports private companies with money idi. Yəni 4-ün birincisi A bəndidir. True-dur yəni. Sorry, səhv idi dedik. Birincisi false idi. B bəndi. İkincisində A, I robots, plastic, sort plastic, metal and paper deyir. 4-ün ikincisində. Bu doğruydu mətnə görə. İkincisi true'dur. Workers don't help with difficult task. Bu səhv idi. Workers help, still help deyirdi orada with difficult task. Bu səhv idi. False. 5-də Taiwan show how rules and technology can work together. Bu da düzgün olan variantdır. Yəni birincisi false, 2 true, 3 false idi, 4 true idi listeningimizdə. Qısa mətnlərə baxırıq. Special notice, yəni xüsusi bildiriş. All customers who buy 2 or more books this weekend will get a free bookmark. Yəni 2 və daha artıq kitab alan bu həftə kitab alan müştərilər pulsuz əlfəcin qazanacaqlar. The offer is valid only in store. Bu təklif yalnız mağazada keçərlidir. The free bookmark is given when buying 2 or more books. Bu düzdür deyiləm. Yəni 2 və daha artıq kitab alana pulsuz əlfəcin verilirdi. Burada elə cavabımız A bəndidir. 6-da Dear Cavidan, thank you for assisting me with the school project. Mənə məktəb layihəsində kömək elədiyinə görə sağ ol. Your ideas were very creative and I couldn't have finished it without you. Sənin ideyaların çox yaradıcı idi. Mən sənsiz bunu bitirə bilməzdim. I really appreciate you. Mən çox təşəkkür edirəm. Səni dəyərləndirirəm, qiymətləndirirəm. Best regards, hörmətlərlə Sara. Cavidan's ideas weren't helpful. Köməyi dəyməyib, faydalı olmayıb, səhvdir. Cavidan helped Sara with the project. Layihədə Saraya kömək eləmişdi. Onsuz da Cavidan onun üçün təşəkkür edirdi. Burada cavab B bəndidir. 7-də. Hello parents, salam valideynlər. Please make your sure children wear comfortable clothes and shoes for the sports day on Friday. 5-ci gün keçiriləcək idman günündə övladlarınızın, uşaqlarınızın rahat paltar geyinməsinə və rahat ayaqqabı geyinməsindən əmin olun. The event will start at 9 AM and finish at 3 PM. Tədbir səhər saat 9-da başlayıb 3-də bitəcək, günorta 3-də bitəcək. The event will be a written exam for students. Bu tədbir şagirdlər üçün yazılı imtahan deyildi, idman günü ilə bağlı idi. The sports event will begin in the afternoon. Günorta başlamır, saat 9-da səhər başlayır. The event requires suitable clothes for participants. İştirakçılara uyğun paltar geyinmək tələb olunur. Bu düzdür. A special uniform, xüsusi bir uniforma yox idi. Uyğun rahat paltar istəyirdilər. The sports event will be every Friday in the afternoon. Hər 5-ci gün günorta olmur. Birinci səhər olurdu. Bir də hər 5-ci gün olduğu deyilmir. Bu 5-ci gündən söhbət gedir. Burada cavabımız olur C bəndi. Davam edirik mətndən. Helen Keller was one of the most inspiring figures in history. Tarixdə Helen Keller ən ilham verici şəxslərdən, figurlardan biridir. She was born in 1880 in the United States. 1880-də ABŞ-da doğulub. When she was only 19 months old, she became seriously and lost both her sight and hearing.
19 aylıq olanda o ciddi xəstəlik keçirilir və hər iki eşitməsini və görməsini itirir. Because of this condition, bu vəziyyətə görə she couldn't speak or communicate with others. Bu danışa bilmir, digərlərinə ünsiyyət qura bilmir. For several years she lived in complete silence and darkness. Neçə illər qaranlıqda sakit sükunətdə yaşayır. Deməli biz Helen Keller, yəni hər iki görmə və eşitmə qabiliyyətini itirən bir şəxs haqqında danışırıq. A Brave Girl's Story cavabımız burada B bəndidir. Çünki onun sonra deyir ki, bu qabiliyyətlər olmasa belə yazmağı, oxumağı öyrənir. Hətta ilk dəfə universitetdən məzun olan bu qabiliyyətləri olmayan, bacarıqlı olmayan şəxs olur. Deməli, 9-cu sualda Helen Kellers couldn't speak from birth. Doğuşdan danışa bilmirdi. Səhvdir, çünki 19 aylıq olanda bir xəstəlik keçirilir. Bunun nəticəsində itirir eşitmə qabiliyyətini. 19 yaşı olanda değil, 19 aylıq olandaydı. Anna Sullivan was Helen's teacher and was hired by Helen's grandparents. Bu ECF grandparents. Onu işe götürən, düzdür, Anna Sullivan onun müəllimi idi. Young teacher onun müəllimi idi. Her parents hired her. Yəni onu işe götürən onun böyük valideynləri yox, valideynləri olub. Burada problem var. Devənində Helen's teacher was very patient. Bu düzdür. Helen müəllimi çox səbirli biri idi. Mətndə də deyir, baxın, Anna onun müəllimi idi. Was patient, səbirlidir. Davam edirik. 10-cu sualda düz olanı istəyir. Helen Keller stopped learning after childhood deyir. Uşaqlığından sonra o öyrənməyi dayandırır, amma dayandırmır, hətta universitetə qəbul olur. Helen Keller started speaking at an early age, erkən yaşda danışmağa başlamırdı. Uzun müddət o sakitçilikdə, sükunətdə yaşayır deyir, danışa bilmir. C bəndində Anna Sullivan was the first person to graduate from the university without the ability to see or hear. Bu Anna Sullivan onun müəllimi idi. Eşitmə və görməsi olmayan və universitetdən məzun olan ilk adam Helen idi. Anna Sullivan onun müəllimi idi, o məzun olmur. D bəndində Helen Keller avoided being helping other people who are in need. Bu səhvdir, deyir ki, Helen Keller ehtiyacı olan insanlara kömək eləməkdən qaçırdı, boyun qaçırdırdı. Amma mətndə görürük ki, supported people with disabilities around the world, dünyadakı əlil insanlara kömək eləyirdi. Burada cavabımız olacaq 10-cu sualı. Y bəndi after her illness, xəstəliyindən sonra Helen lost her hearing and sight, görmə və eşitmə qabiliyyətini itirir. Düzdür, o xəstəlik keçirilir, sonra itirir o qabiliyyətlər. Y bəndidir burada. Davam edirik 11-ci sual. Helen continued to work hard in order to Helen səylə çalışmağa davam elədi. Niyə? Digər şikəst insanlara, yəni fiziki qüsurlu insanlara kömək eləmək üçün. O burada she entered Radcliffe College, o kollecə daxil oldu. Did not only study, təkcə oxumurdu. She also worked intensively to help others. Başqalarına kömək eləmək üçün gərgin işləyirdi. She wrote books, gave speech and supported people with disabilities around the world. Kitab yazırdı, nitq söyləyirdi, başqa fiziki qüsurlu insanlara kömək eləmək üçün. Assist people with disabilities, onlara kömək eləmək üçün. Cavab B bəndidir. 12-ci sualda bizdən düzləri istəyir. Helen Keller never developed her communication skills, səhvdir. Heç vaxt ünsiyyət skilllərini inkişaf elətdirmir, bacarıqlarını, amma elətdirir, o danışa da bilir, sonra nə bilim, oxuya da bilir, yaza da bilir. Helen Keller shows that strong desire can overcome physical problems, 2 düzdür. 1 səhv idi, 2 düzdür. Helen Keller göstərir ki, güclü arzu, istək fiziki problemlərə üstün gəlir. Bu düzdür. Helen ended her education after school. Məktəbdən sonra o təhsilini dayandırır. Səhvdir. O daim kitab yazır, təhsilindən məşğul olur. Helen Keller's life turned into a symbol of bravery and hope. Bu düz idi. Helen həyatı ümid və cəsurluq simvoluna çevrilir. Axırda bunu deyir. Cavabımız orada 2-4-dür. Bax burada deyir, still remembered as a symbol of courage and hope. Yəni cavabımız olur burada 2 və 4. Qrammatika ilə davam edirik. Cümləyə məchul növə çeviririk. Completed the project. Project cümləmizin tamamlığıdır.
Cümlə keçmiş sadə zamandadır. Burada da xəbərə fikir verin. Keçmiş sadə zamanda mübtəda project olacaq. Keçmiş sadə zamanda məhsul növ was və üstə participle to olur və by me yazmalıyam. Çünki I mənim məlum cümlənin mübtədasıdır. Cavab burada olur Y bəli. 14-cü sualda the team məhsulda olan cümlələri seçin. Cümlənin məhsulda olması üçün to be üstə participle to lazımdır. Is ready for hazır olmalıdır. To be var burada. Ready hazır deməkdir. Sifətdir, participle to deyil. To be interested in ifadəsində to be var. Interested burada sifətdir. Eyni şəkildə to be interested in maraqlanmaq deməkdir. Gələcək zamanın məhsulu will üstə be üstə participle to. Bu düzdür. Keçmişin məhsul növü keçmiş sadənin. Was və üstə participle to. Bu da düzdür. 3-4'dür burada Y bəndi. 15-ci suala baxaq. I like reading, but my sister prefers watching movies. Mən kitab oxumağı sevirəm, amma bacım filmlərə baxmağı sevir. Təzad var burada, A bəndi qoyacağıq, amma. 16-cı suala diqqət edin. Birinci burada cümləmizin xəbərinə fikir verin, çünki bura qoyduğumuz mübtədadır. Xəbərimiz cəmdir. Düzdür? Xəbər cəmdir. Nice or, eyes or, not only but also ifadələri mübtəda kimi veriləndə ikinci isim xəbərlə uzlaşır. Hırbraze təkdədir. Bunları qoysan gərək xəbər likes olardı. Amma bizim xəbər cəmdir. Bol sənin xəbəri cəm ola bilər. Burada cavab bəndidir. 17-ci sual birbaşa cümləni deyirəm. Imitating cümləmizin mübtədası zerondan verilib. Imitating doesn't have 5 sorry, burada imitating doesn't hold. Imitating others doesn't have good results. Başqalarını təqlid eləmək yaxşı nəticələr verməz. Burada cavabımız olur A bəndi. 18-ci suala baxaq. Nisbi əvəzlik testidir. Təyin elədiyim söz scientist, alim deməkdir. İnsandır. İnsanı whomla, zətlə təyin edə bilərəm. Burada da cavabımız olur B bəndi who. Whose qoymaq üçün gərək biz burada article ümumi isim verək. Change xəbər gəlibdir. Olmur. 19-cu sual modal fail testidir. By celebrating different holidays, we'll learn about history and some customs of other cultures. Qrammatik səhvləri çıxartmasdan sonra to olmaz. Out'un to'su yoxdur. We ilə has olmur. We have to olur. Cəmdə daxil. Don't have to bir də can qalır. Müxtəlif bayramları qeyd edərək biz fərqli millətlərin və mədəniyyətlərin ənənələrini və tarixini öyrənə bilərik. Təsdiqi götürürəm C bəndi. Öyrənə bilmərik yox, öyrənə bilərik. 20-ci suala who looks for a friend without fault remains friendless. Yəni səhvsiz fault nöqsandır. Nöqsansız dost axtaran biri dostsuz qalar. Yəni burada bir idiom kimi bir şeydir. Cümləni tərcümə edirəm. Nöqsansız, səhvsiz dost axtaran hər kəsin səhvi vardı. Onu demək istəyir. Səhvsiz dost axtarırsansa dostsuz qalarsan. Cavabımız nədir burada? A bəndi. 20-ci suala baxaq. Birinci burada isim gəlib. Törəmə vəzirləri çıxıram. Cümləmiz sual cümləsidir. Sualda inkarda eyni işlənir. Cavabımız Y bəndi. Davam edirik. Do you play any sports? Sən heç idmanla məşğul olursan, hər hansısa bir idmanla. 22-ci suala baxaq. Zeri-zeranın xəbəri özündən sonra gələn isimlə uzlaşır. Özündən sonra posters gəlib cəm isimdir. Xəbərim cəm olar 1-4. Cəmləri götürürük. 23-cü suala baxaq. The building located bizdə məhsulda olan cümlə istəyir. Yenə to be üstə participle to olmalıdır. Located in the center to be var, participle to gəlməlidir özündən sonra. Famous gəlib, o sifətli çıxıram. 2-də keçmiş davam edici zamanın məhsul növü was və üstə being üstə participle to ilə düzəldir. 2 düzdür. 3-də is to be-dir. To be-dən sağ tərəfdə participle to olmalıdır. Burada participle to yoxdursa, to be-nin sağında participle to yoxdursa, orada məhsulluq yoxdur. Burada is var, sonra da participle to var. 4 düzdür, 2 düzdür. Cavabımız B bəndidir. 24-cü suala baxaq. Verilmiş cümləni məhsula çevirməyimizi istəyir. The teacher mübtəda will explain xəbər the lesson tamamlıq.
The lesson-ı gətirib qabağa qoysam, will explain gələcək zamandır. Gələcək məhsulda will üstə, be üstə participle to olur. Yəni, the lesson will be explained by the teacher deməli. 25-də məhsula çevrilməyən cümlələr hansı idi? Deyir ki, məhsula çevrilməyən cümləni tapın. 1. Zeri, zera, bəzən də iki izlən olan cümlələr məhsula çevrilməz. 2. Tamamlığı olmayan cümlə. Tamamlıq olmayan cümlə məhsula çevrilməz. This project mübtədadır, is your responsibility xəbərdir, ismi xəbərdir, to be və yanındakı ad bildirən itki səsi hamısı biri də xəbər olur. Burada tamamlıq yoxdur, bu çevrilməz. Bu da zeri zeranın gələcək zamanı, bu da çevrilmir. Burada cavab 1-2-dir. Burada tamamlıq the lottery-dir. Burada da my proposal bunlar çevrilə bilər. 1-2-dir cavab. Bu da oldu bizim 9-cu sinifin izahı. Hər birinizə uğurlar, kanala abunə olmağı unutmayın.